Salam, hər vaxtınız xeyir olsun. İmpuls və enerji arasındakı əlaqə adlı bir mövzuya baxırıq. Başlayaq birinci sualla. İmpulsunun modulu 20 kiloqram metr bölü saniyə olan bir cismin kütləsi 5 kiloqramdır. Buna əsasən cismin kinetik enerjisi neçə jouldur? Cismin kinetik enerjisi P kvadratı bölünsün 2m ifadəsi ilə hesablanır. P burada cismin impulsudur və cismin impulsu 20 olduğu üçün burada 20'nin kvadratı yazıram. Bölünsün 2m, yəni 2 vurulsun 5. Bu da bərabərdir. 20'nin kvadratı 400'dür. 2'ni 5'e vuranda 10 olur. 400'ü de 10'a böləndə alınır 40 joule. Deməli cismin kinetik enerjisi 40 joule'a bərabərdir. İkinci sualla davam edirik. Kütlesi 3 kilogram olan bir cismin kinetik enerjisi 150 joule'dur. Buna əsasən cismin impulsunun modulu nəyə bərabərdir? Cismin impulsunun modulunu hesablamaq üçün P bərabərdir. Kök altında 2mYk ifadəsindən istifadə edə bilərik. Bu da bərabərdir kök altında 2 vurulsun. M yəni kütlə 3'dür. Kinetik enerji də 150'dir. 2'ni 150'ye vuranda 300, 300'ü 3'e vuranda 900. 900'den de kök çıxır 30. Deməli cismin impulsunun modulu 30 kilogram metr bölü saniyeye bərabərdir. Üçüncü sualda. Bir cismin kinetik enerjisinin impulsdan asıllıq qrafiki şəkildəki kimidir. Buna əsasən cismin kütləsi nəyə bərabərdir? Kinetik enerjinin impulsla bağlı düsturunu yazırıq. YK bərabərdir P'nin kvadratı bölünsün 2m. Buradan da m yəni kütləni tapsaq, m bərabərdir P'nin kvadratı bölünsün 2YK yaza bilərik. Bu da bərabərdir. İmpulsun qiyməti 40'dır. Kvadratı olur 1600. Bölünsün 2YK, yəni 2 vurulsun 200. Bu da bərabərdir 1600 bölünsün 400. 1600'ü də 400'e böləndə alınır 4. Deməli cismin kütləsi 4 kilogramdır. Sualın doğru cevabı D variantıdır. Dördüncü sualda. Sürtünməsiz üfüqi müstəvidə 2 kilogram kütləli cisim 30 metr bölü saniyə sürətlə hərəkət edərək sükunətdəki 4 kilogram kütləli cismə toqquşaraq dayanır. Daha doğrusu toqquşaraq yapışır. Buna əsasən bu hadisə zamanı itən kinetik enerji neçə joule'a bərabərdir? İndi birinci növbədə burada birinci cismin kinetik enerjisinin nəyə bərabər olduğunu hesablayaq. YK bərabərdir mv kvadratı bölünsün 2. Yəni 2 vurulsun 30'un kvadratı 900 bölünsün 2. Bu da bərabərdir 900 joule. Deməli başlanğıcda cismin kinetik enerjisi 900 joule'dur. Daha sonra impulsun saxlanma qanunundan istifadə edərək cisimlərin ortaq sürətini hesablaya bilərik. Burada impuls sağa doğrudur və 2 vuru 30 yani 60'dır. Daha sonra cisimler toqquşmadan sonra bir cisim kimi hərəkət edir. Yəni 2 kilogram ile 4 kilogram toplanır. 6 kilogram olur. 6 vurulsun V', yəni toqquşmadan sonraki sürət bərabərdir başlanğıc impulsa. Buradan da V', yəni ortaq sürəti tapsaq 60'ı 6'ya bölərik. Bu da 10 alar. Deməli cisimlər toqquşmadan sonra 10 metr bölü saniyə sürətlə hərəkət edirlər. İndi isə toqquşmadan sonraki kinetik enerjini hesablaya bilərik. YK bərabərdir. Ortaq kütlə 6 kilogramdır. Sürətin 10 olduğunu dedik. Onun kvadratı 100'dür. Bölürəm 2'yə. Bu da bərabərdir 300 joule. Deməli başlanğıcda sistemin kinetik enerjisi 900 joule'a bərabərdir. İndi isə sistemin kinetik enerjisi 300 joule'a bərabərdir. Deməli nə qədər azalmışdır? 600 joule enerji azalmışdır. Buna görə sualın doğru cevabı Y variantı olmalıdır. 5-ci sualda davam edirik. Sürtünməsiz üfüqi müstəvidə 3m kütləli cisim 4v sürəti ilə hərəkət edərkən v sürəti ilə hərəkət edən 2m kütləli cisim ilə qeyri-elastiki toqquşma edir. Bu toqquşmada cisimlərin toplam kinetik enerjisinin yüzdə neçəsi deməli nəyə dönür? İstiliyə çevrilir. İndi biz burada birinci növbədə cisimlərin toqquşmadan sonraki sürətini hesablaya bilərik. Bunu necə tapırıq? V' bərabərdir. Baxın, qarşı-qarşıya hərəkət etdikləri üçün bunların kinetik enerjilərin fərqini tapırıq. Bu 12 mv'dir. Bu isə 2 mv'dir. Və bölürük kütlələrin toplamına.
Kütlələri isə 3m ilə 2m'in toplamıdır. Yəni 5m'dir. 12 MV'dən 2 MV'ni çıxanda qalır 10 MV. 10 MV'ni bölürük 5 M'ə. Buradan da alınır 2V. Deməli, cisimlərin toqquşmadan sonraki sürəti 2V'yə bərabərdir. Biz burada birinci cismin kinetik enerjisini hesablasaq, Y1 bərabərdir 3M vurulsun 4V'ni kvadrata yüksəldirik. Yəni 16V kvadratı bölünsün 2 olur. Bu da 48 bölü 2, yəni 24 MV kvadratıdır. Daha sonrasında bu cismin kinetik enerjisini hesablasaq, Y2 bərabərdir 2M vurulsun V'nin kvadratı bölünsün 2 yaza bilərik ki, bu da MV kvadratına bərabərdir. Deməli, toplam kinetik enerji 24 MV kvadratı ilə MV kvadratının toplamına bərabərdir. Yəni, sistemin başlanğıcdakı kinetik enerjisi, buna Y0 deyək, 24 ilə 1 MV kvadratının toplamına, yəni 25 MV kvadratına bərabərdir. Toqquşmadan sonra kinetik enerji nəyə bərabərdir? YK bərabərdir ortaq kütlə, yəni 3M ilə 2M'in toplamı. Bu olur 5M vurulsun, sürət 2V kvadratı olur 4V kvadratı bölünsün 2. Bu da bərabərdir 20'ni 2'ye bölərək olar 10 MV kvadratı. Deməli, başlanğıcda 25 MV kvadratı idi, indi isə 10 MV kvadratıdır. Nə qədəri istiliyə çevrilib? Deməli, istiliyə çevrilən bunların fərqi qədərdir. 25 MV kvadratından 10 MV kvadratını çıxarıq, bu da olar 15 MV kvadratı. Tam hissəsi 25'dir. 25'in 15'i nəyə çevrilib? İstiliyə çevrilib. 25'də 15 çevrilib istiliyə və bunu da vururuq 100%-dəki faizlə ifadə edə bilək. Bu da bərabərdir. İndi burada 15 ilə 25'i ixtisar aparsaq 5'ə getsə burada 3, burada da 4 qalar. 300'ü də 4'ə böləndə üzr istəyirəm. 5'ə ixtisar aparsaq burada 5, burada da 3 qalar. 300'ü də 5'ə böləndə alınır 60. Deməli 60% nəyə çevrilib? İstiliyə çevrilib. Sualımızın doğru cavabı A variantıdır. 6-cı sualda sürtünmələrin nəzərə alınmadığı bir mühitdə 49 M kütləli bir cismə M kütləli bir mərmi 500 metr bölü saniyə sürətlə dəyərək ilişir, yəni içərisində qalır. Buna əsasən toqquşma sonrası bu cisim, bu takoz dediyi cisim ən çox neçə metr hündürlüyə qalxar deyə bizdən soruşur. İndi birinci növbədə biz burada impulsun saxlanma qanununu tətbiq etməliyik və baxmalıyıq ki, bu cisim başlanğıcda hansı sürətə sahib olacaqdır. Bu sürəti hesablamaq üçün biz yaza bilərik ki, V' bərabərdir. Bu mərminin kütləsi vurulsun sürəti bölünsün ortaq kütlə, yəni 40 M ilə M'in toplamı. Bu da 50 M'ə bərabərdir. Bu da bərabərdir. M'lər buradan gedəndən sonra bir geriyə V bölü 50 qalır. V'nin qiymətini zaten 500 verib. Deməli 500 bölü 50. 500'ü də 50'yə böləndə alınır 10. Deməli 10 metr bölü saniyə bu mərmi ilə bu cismin birlikdə ortaq sahib olduqları sürətdir. Nəyə bərabərdir? Deməli bu 10 metr bölü saniyəyə bərabərdir. İndi biz bilirik ki burada başlanğıc sürət varsa, başlanğıc kinetik enerji var və həmən kinetik enerji də çevrilir nəyə? Potensial enerjiyə. Yəni biz yaza bilərik 50 M, çünki ortaq kütlə 49 M ilə bu M'in toplamıdır. 50 M ortaq kütlə olur. Vurulsun V kvadratı, yəni belə deyək ki, V' kvadratı bölünsün 2 bərabərdir 50 M vurulsun J vurulsun H. Yəni bu da potensial enerjidir. Buradan M'lər gedir. Hətta 50'lər də gedir. Geriyə qalır nə? V' kvadratı bölünsün 2 bərabərdir JH və buradan biz H'ı tapa bilərik. H bərabərdir V' kvadratı bölünsün 2J. Bu da bərabərdir. Hansı sürətə sahibidir? 10 metr bölü saniyə sürətə sahibidir. O zaman burada 10'u kvadrata yüksəldəcək. 100 olacaq. 100 bölünsün 2 vurulsun J'nin qiyməti də 10. Yəni 100 bölünsün 20. 100'ü də 20'yə böləndə olur 5. Deməli bu cisim ən çox 5 metr hündürlüyə qalxa bilər. 7-ci sualda kütləsi 98 M olan cismə kütləsi 2 M olan mərmi 500 metr bölü saniyə sürətlə dəyərək saplanır. Sürtünmələr nəzərə alınmadığına görə toqquşma sonrası bu cisim ən çox neçə metr hündürlüyə qalxar? İndi biz burada sürəti proyeksiyaya ayırsaq, bunlardan biri bax bu istiqamətdə olan V kosinus alfadır. Yəni V vurulsun kosinus 53'dür.
V'nin qiyməti, yəni sürətin qiyməti 50 metr bölü saniyədir. 50-ni də kosinus 53'e vuranda, yəni 0,6'ya vuranda alınır 300 metr bölü saniyə. İndi deyirsiniz ki, müəllim, sürətin y oxu üzərində proyeksiyasını, yəni V sinusu niyə götürmədik? Çünki V sinus aşağı doğrudur. Bu ip də qopmayacağı üçün bu sürətin əslində bizim hesablamamızda hər hansı bir rolu yoxdur deyə bilərik. Yəni bizə lazım olan nədir? Bizə lazım olan V kosinus alfadır. İndi burada 300 metr bölü saniyə sürətlə bu cismə dəyir. Nəticədə burada ikisinin bir yerdə sahib olduğu ortaq bir sürət var. Buradan biz mərmi ilə bu cisim toqquşandan sonra onların birlikdə sürətini hesablaya bilərik. V' bərabərdir. Başlanğıc impuls 2m vurulsun nədir? 2m vurulsun 300 metr bölü saniyədir. 2m'i vururuq 300'ə, bölürük kütlələrin toplamına. Yəni 2m ilə 98m'in toplamına ki, bu da olur 100m. Burada m'ləri aparandan sonra 2'ni 300'ə vururuq 600, 600'ü də 100'ə böləndə alınır 6. Deməli, ortaq sürət 6 metr bölü saniyəyə bərabərdir. Bunu da biləndən sonra hansı hündürlüyə qalxdığını hesablaya bilərik. H bərabərdir V' kvadratı bölünsün 2j yaza bilərik. Buradan H bərabərdir. Sahib olduqları ortaq sürət 6'dır. Yazıram 6'nın kvadratı bölünsün 2 vurulsun 10. Yəni 36 bölünsün 20. 36'nı da 20'ye böləndə alınır 1,8 metr. Deməli, bu cisim maksimal olaraq 1,8 metr hündürlüyə qalxa bilər. Buna görə də sualın doğru cavabı B variantıdır. Davam edirik 8-ci sualla. Deyir ki, şaquli müstəvidə şəkildəki kimi olan sürtünməsiz yolda M1 və M2 kütləli cisimlər şəkildəki nöqtələrdən sərbəst buraxılır. Cisimlər O nöqtəsində qeyri-elastiki toqquşma etdikdən sonra orada hərəkətsiz qalırlar. Buna əsasən M1 bölü M2 nisbəti nəyə bərabərdir? İndi burada baxırıq ki, cisimlər eyni H hündürlüyündən düşürlər. Yəni, birinci cisim də H hündürlüyündən düşür. İkinci cisim də H hündürlüyündən düşür. O zaman biz deyə bilərik ki, bu cisimlər eyni hündürlükdən düşürlərsə, eyni sürətə sahibdirlər. Çünki sürət kök altındakı GH ifadəsi ilə hesablana bilər. Hündürlüklər bərabərdirsə, sürətlər də eynidir. Deməli, O nöqtəsində cisimlərin sürətləri bir-birinə bərabərdir. Və O nöqtəsində cisimlər dayanıbmış. Bax, bu olsun M1 cismi O nöqtəsində. Bu da olsun M2 cismi O nöqtəsində. Bunlar bir-birinə dəydi və dayandılar. Sürətlərinin bərabər olduğunu deyirik. Sürətləri bərabərdirsə əgər impulsları da bərabər olmalıdır ki, toqquşmadan sonra bunlar dayansınlar. Birinci cismin sağa doğru P1 impulsu varsa, ikinci cismin sola doğru P2 impulsu varsa, bu P1 ilə P2 bir-birinə bərabər olmalıdır. O zaman yəni toqquşmadan sonra dayansınlar deyə impulslar bərabər olmalıdır. Sanki əvəzləyici qüvvə sıfırmış kimi düşünə bilərik. İndi burada P1 ilə P2 bir-birinə bərabərdirsə yaza bilərik M1 V1 bərabərdir M2 V2. Və buradan biz nəyi tapa bilərik? M1 bölü M2 nisbətini tapa bilərik. M1 bölü M2 bərabərdir. Baxaq görək bizdə M1 bölü, bəli, M1 bölü M2 nisbətini soruşur. Bərabərdir V2 bölü V1 yaza bilərik. Biz dedik ki, burada cisimlər eyni hündürlükdən düşdükləri üçün onların sürətləri bir-birinə bərabərdir. Yəni V2 ilə V1 bir-birinə bərabərdir. Onlar bir-birinə bərabərdirsə böləndə də 1 qalır da. Yəni M1 bölü M2 nisbəti 1'ə bərabərmiş, yəni kütlələr də bir-birinə bərabər olmalıdır. Növbəti sualda sürtünmələrin nəzərə alınmadığı sistemdə kütlələri M və 2M olan cisimlər şəkildəki nöqtələrdən sərbəst buraxılır. Cisimlər O nöqtəsində qeyri-elastiki toqquşma edir. İki cisim birlikdə ən çox hansı hündürlüyə qalxa bilər deyir bizə. İndi birinci növbədə burada cisimlərin O nöqtəsinə düşmə sürətlərini tapsaq, belə deyə bilərik ki, V bərabərdir kök altında 2GH-dır. Çünki H hündürlüyündən düşürlər. İndi bax bu nöqtəyə, O nöqtəsinə gəldilər. Bu iki dənə cisim toqquşdu. Bu M kütləli cisim də eyni hündürlükdən düşdüyü üçün sürətləri eynidir. M kütləli cisim bu tərəfə doğru V sürəti ilə gəlirsə, 2M kütləli cisim o da V sürəti ilə gəlib. Bunların toqquşmadan sonraki ortaq sürətini hesablaya bilərik. V' bərabərdir. Biri sağa, biri sola hərəkət etdiyi üçün bu impulsların fərqi tapılacaqdır. Yəni 2mv'dən mv'ni çıxacaq və böləcəyik nəyə? Ümumi kütləyə. Ümumi kütlədə m ilə 2m'in toplamıdır. Yəni 3m'dir. Bu da bərabərdir
2 MV-dən MV-ni çıxırıq, qalır bir dənə MV. MV-ni də 3 M-ə böləndə M-lər gedəndən sonra geriyə V bölü 3 qalır. Deməli, bu cisimlərin birlikdə sahib olduqları ortaq sürət V bölü 3-ə bərabərdir. Belə deyək, V bərabərdir kök altında 2GH idi axı və yaxud da H-ı tapsaq, H bərabərdir V-nin kvadratı bölünsün 2G yaza bilərik. Burada baxırıq ki, sürət V-dən V bölü 3-ə gəldi. Yəni, sürət 3 dəfə azaldı. Sürət əgər 3 dəfə azalırsa, 3-ün kvadratı 9 olduğu üçün hündürlük 9 dəfə azalar. Yəni, bu cisimlər birlikdə H bölü 9 məsafəsinə qalxa bilərlər. Deməli, sualımızın doğru cavabı Y variantı olmalıdır. 10-cu sualla davam edirik. Sürtünmələrin nəzərə alınmadığı bir sistemdə L uzunluğundakı ipə bağlı X cismi şəkildəki koordinatdan sərbəst buraxılır. X cismi ilə Y cismi toqquşaraq yapışdığına görə bundan sonra ortaq kütlə, yəni birlikdə bu cisimlər ən fazla, ən çox, yəni hansı L hündürlüyünə qalxa bilərlər deyir bizə. İndi birinci növbədə burada cismin sahib olduğu, yəni X cisminin sahib olduğu sürətin V bərabərdir kök altında 2GL olduğunu deyə bilərik. Çünki hündürlük, yəni bu X cismi gəlib bura düşəcək və hündürlüyü L qədərdir. O zaman 2GL yaza bilərik. İndi toqquşma sonrasında cisimlərin sahib olduğu ortaq sürətin nəyə bərabər olduğunu düşünək. V' bərabərdir. Bu cismin zaten impulsu 0'a bərabərdir. O zaman digər cismin impulsunu nəzərə alırıq. M vurulsun V bölünsün toplam kütlə. Yəni M ilə M'in toplamı. O da olur 2M. Bu da bərabərdir V bölünsün 2. Deməli cisimlərin sahib olduğu ortaq sürət V bölü 2'ye bərabərdir. Sürət 2 dəfə azalmışdır. İndi biz buradan bax bu yazdığım ifadədən L'yi tapsam, L bərabərdir V'nin kvadratı bölünsün 2G yaza bilərəm, düzdürmü? Buradan sürətin neçə dəfə dəyişdiyini dedik, 2 dəfə azaldığını dedik, V bölü 2. Yəni, əgər burada V sürətə sahibdirsə, indi V bölü 2 sürətə sahibdir. Sürət əgər 2 dəfə azalmışdırsa, 2'nin kvadratı 4'tür. Nəticədə bu hündürlük 4 dəfə azalmışdır və 4'də 1 L olmuşdur. Deməli, sualımızın doğru cavabı A variantı olacaqdır. Sürtünmələrin nəzərə alınmadığı sistemdə M1 kütləli cisim K nöqtəsindən V0 sürəti ilə keçəndən sonra L nöqtəsindən üfüqi istiqamətdə atılaraq M2 kütləli cisim ilə qeyri-elastiki toqquşma edir. Buna əsasən cisimlərin ortaq sürətinin modulu aşağıdakılardan hansından asılı deyildir. İndi birinci növbədə deyə bilərik ki, bu cisim başlanğıcda bir kinetik enerjiyə sahibdir və müəyyən hündürlükdə olduğu üçün eyni zamanda potensial enerjisi də vardır. Və bu cisim aşağı doğru gəldikcə onun sürəti artır, nəticədə kinetik enerjisi artmış olur. Və L nöqtəsinə gəlib çatır. L nöqtəsində cisim üfüqi istiqamətdə atılır, yəni bu istiqamətdə başlayır hərəkət etməyə. Və bunun bu nöqtədə bir V0 sürətindən əlavə həm də kinetik enerjisi artdığı üçün məsələn V sürətinin olduğunu təsəvvür edək. İndi bu üfüqi istiqamətdə olan sürət dəyişmir. Nəticədə cisim M2 kütləli cismin üzərinə düşdüyü zaman da bunun sürətinin proyeksiyası, yəni V dəyişməmişdir. Çünki üfüqi istiqamətdə sürətin proyeksiyası dəyişmir, sabit qalır. Düzdür, bunun Şaguli proyeksiyası dəyişmişdir, artmışdır. Amma bu Şaguli proyeksiyasının bizim məsələmizə, belə deyək ki, hesablamamıza aidiyyəti yoxdur. Niyə aidiyyəti yoxdur? Çünki cisim aşağı doğru buradan M2 kütləli cismin üzərinə düşəndən sonra aşağı doğru gedə bilməz. Çünki burada yer bunu tarazlaşdırır. Nəticədə bizim burada cismimizin sürətinin Y oxu üzərində proyeksiyası bizə artıq maraqlı deyildir. Bizə lazım olan V sürətidir və həmən V sürəti də dəyişmir. Bu V sürəti dəyişmədiyi üçün, yəni bizə VY lazım olmadığı üçün bizə bu H2 hündürlüyü də maraqlı deyil. Çünki sürətin Y oxu üzərindəki proyeksiyası H hündürlüyünə bağlıdır, H2 hündürlüyünə bağlıdır. Ona görə də bizim burada H2 hündürlüyünü bilməmizə ehtiyac yoxdur. Ona görə də sualın doğru cavabı D variantıdır deyə bilərik. 12-ci sualda. Yuxarıdakı hadisələrdən hansı impulsun saxlanma qanunu ilə bağlıdır? Birincisi, roketlərin hərəkəti. Bəli, raketlərin hərəkəti impulsun saxlanma qanununa bağlıdır. Çünki raketdən
Soplosundan aşağı istiqamətdə böyük miqdarda qaz kütləsi çıxır. Yuxarı istiqamətdə də raket özü hərəkət alır. Ona görə bu olar. İkincisi, tüfənglərin geri təpməsi. Bəli, tüfəngdən atəş açıldığı zaman tüfəng insanın çiynini müəyyən bir miqdar geriyə doğru itələyir. Bu da impulsun saxlanma qanunu ilə izah olunur. Bu da aiddir impulsun saxlanma qanununa. 3-də deyir ki, bir üzgüçü sükunətdəki qayıqdan gölə atıldığı zaman qayığın əks istiqamətdə hərəkət etməsi. Bəli, adam irəli doğru atılır və qayıq geriyə doğru hərəkət edir. Bu da impulsun saxlanma qanunu ilə izah olunur. Yəni bu hadisələrin hamısı impulsun saxlanma qanunu ilə bağlıdır. Ona görə də sualımızın doğru cavabı Y variantı olmalıdır. 13-cü sualla davam edirik. Sürtünməsiz üfüqi müstəvidə 4 kiloqram kütləli cisim 10 metr bölü saniyə sürətlə hərəkət edərkən daxili partlayış nəticəsində 1 kiloqram və 3 kiloqram kütləli parçalara ayrılır. 3 kiloqram kütlənin sürəti 20 metr bölü saniyə olarsa, partlama ilə sistemin kinetik enerjisindəki artış nəyə bərabər olar? İndi belə deyək. 4 kiloqram kütləli cisim 10 metr bölü saniyə sürətlə sağ tərəfə doğru hərəkət edir. O zaman birinci növbədə bunun kinetik enerjisini hesablasaq, YK bərabərdir. MV kvadratı bölünsün 2, yəni 4 vurulsun 10'un kvadratı bölünsün 2. Bu da eləyir 400 bölü 2, 400'ü də 2'yə böləndə alırıq 200 joule. Deməli, birinci növbədə sistemin kinetik enerjisi 200 joule'dur. İndi partlayış sonrasında bu cisim 3 kiloqram kütləli cisim 20 metr bölü saniyə sürətlə sağa getdiyi üçün bunun impulsu 60'dır. Bax, başlanğıcda impuls nəyə bərabərdir? 4 vurulsun 10'a, yəni 40'a bərabər idi. İndi bu başlanğıcdakı 40'ı ala bilək deyə bu tərəfə doğru 20 olmalıdır ki, mənfi 20 ilə 60 başlanğıcdakı 40'ı versin. Deməli, bu 1 kiloqram kütləli cismin sürəti 20 metr bölü saniyəyə bərabərdir. İndi biz burada birinci növbədə 1 kiloqram kütləli cismin kinetik enerjisini tapsaq, 1 vurulsun 20'nin kvadratı bölünsün 2 yaza bilərik. Bu da eləyir 400 bölü 2, yəni 200 joule. Daha sonrasında ikinci cismin, yəni 3 kiloqram kütləli cismin kinetik enerjisini hesablamaq istəsək, 3 vurulsun 20'nin kvadratı bölünsün 2 yaza bilərik. Bu da eləyir 3'ü 400'e vuranda 1200, 1200'ü də 2'yə böləndə 600 joule. 200 joule ilə 600 joule'un toplamı da Y ümumi yazaq buna. Kinetik enerjinin ümumi qiyməti 800 joule'a bərabərdir. Başlanğıcda 200 joule idi, indi isə oldu 800 joule. Nə qədər artış var? 600 joule artım var. Deməli, sualımızın doğru cavabı B variantı olmalıdır. Gəldik 14-cü suala. Sürtünməsiz üfüqi müstəvidə V1 və V2 sürətləri ilə hərəkət edən M1 və M2 kütləli X və Y cisimləri elastiki toqquşur. Buna əsasən deyir ki, bu uşaqlardan hansı mütləq şəkildə doğru deyir. Birinci də M1 kütləli cismin əks istiqamətdə qayıtdığını deyir. Bunu biz bilə bilmərik. M1 kütləli cisim əks istiqamətdə də qayıda bilər, bu istiqamətdə də gedə bilər. Yəni bu artıq cisimlərin kütlələrinə, sürətlərinə bağlıdır. Ona görə də biz bu uşağın mütləq şəkildə doğru dediyini deyə bilmərik. Doğru ola da bilər, olmaya da bilər, mütləq doğru deyil. İkinci də X cisminin kinetik enerjisindəki dəyişmə ilə Y cisminin kinetik enerjisindəki dəyişmə bərabərdir. Bəli, elastiki toqquşma zamanı kinetik enerji saxlanır, qorunur. Kinetik enerji qorunduğu üçün də başlanğıcdakı kinetik enerji ilə son kinetik enerji bir-birinə bərabər olmalıdır. Yəni X cisminin kinetik enerjisi məsələn nə qədər artırsa, tutalım ki 5 joule artırsa, Y cisminin kinetik enerjisi də həmən qədər azalmalıdır. Yəni 5 joule azalmalıdır. Nəticədə başlanğıc kinetik enerji son kinetik enerjiyə bərabər olmalıdır. Deməli, bu uşaq mütləq şəkildə doğru deyir. Sonuncuda isə deyir ki, kütlə mərkəzinin sürəti dəyişməz. Bəli, bu da impulsun saxlanma qanunudur. Impulsun saxlanma qanununa əsasən kütlə mərkəzinin sürəti dəyişmir. Bu da doğrudur. Deməli, sualımızın doğru cavabı Y variantı olmalıdır. 15-ci sualda sürtünmələrin nəzərə alınmadığı bir sistemdə V0 sürəti ilə üfüqi istiqamətdə atılan X cismi KLM nöqtələrinə elastiki olaraq toqquşduqdan sonra şəkildəki trayektoriyanı izləyir. Buna əsasən KLM nöqtələrində divarların cismə tətbiq etdiyi nə idi? Qüvvə impulsunun modulları arasında hansı münasibət doğrudur deyir bizə. Qüvvə impulsu, yəni F delta T bilirik ki, cismin impuls dəyişməsinə bərabərdir. M delta V-yə bərabərdir. Və burada elastiki toqquşmalar etdiyi üçün sürət dəyişmələri bir-birinə bərabərdir. Yəni K nöqtəsindəki sürət dəyişməsi
L nöqtəsindəki sürət dəyişməsinə bərabərdir. O da M nöqtəsindəki sürət dəyişməsinə bərabərdir. Sürət dəyişmələri bərabərdirsə, o zaman qüvvə impulsları da bir-birinə bərabərdir. İK, İL, İM bir-birinə bərabərdir. Nəticədə sualımızın doğru cavabı Y variantı olmalıdır. Gəldik 16-cı suala. Şaquli müstəvidə şəkildəki kimi olan sürtünməsiz yolda göstərilən nöqtələrdən sərbəst buraxılan cisimlər O nöqtəsində qeyri-elastiki toqquşma edirlər. Buna əsasən cisimlər toqquşma sonrası ən çox hansı hündürlüyə qalxa bilərlər deyir bizə. İndi biz burada birinci növbədə belə bir şey düşünə bilərik. Sürət hündürlüyün kökü ilə mütənasibdir. Çünki sərbəst düşmə zamanı V kökdə 2GH ilə hesablanır. İndi burada 4H hündürlük var. 4'ün kökü 2 olduğu üçün bu deyək ki 2V sürəti ilə gəlir çatır bura. Digəri isə 9H hündürlükdən düşdüyü üçün 9'un da kökü 3 olduğu üçün o da deyək ki 3V sürəti ilə düşsün. Yəni cisimlər 2V və 3V sürətləri ilə bir-biri ilə toqquşurlar. Daha sonrasında bunların kütlələrini də yazaq. Birinci cismin kütləsi 2M idi, ikinci cismin kütləsi də 3M idi. İndi biz burada cisimlərin ortaq sürətini nə tapa bilərik? V bərabərdir, yəni V ştrix bərabərdir. Əks istiqamətdə olduğu üçün bunları bir-birindən çıxırıq. 2M vurulsun 2V, 3M vurulsun 3V. 3M'i 3V'yə vuranda olur 9MV, 2M'i 2'yə vuranda olur 4MV. Bölünsün kütlənin toplamı. Yəni 2M ilə 3M'in toplamı. O da olur 5M. 9MV'dən 4MV'ni çıxanda olur 5MV. 5MV'ni də 5M'ə böləndə alınır nə? 5M'lər gedəndən sonra geriyə qalır V. Deməli, sürət V'yə bərabərdir. İndi biz də dedik ki, V kökdə 2GH ilə hesablanır. Deməli, sürət V'yə bərabərdirsə, cisim hansı hündürlüyə qalxa bilər? H hündürlüyə qalxa bilər. Ona görə də sualımızın doğru cavabı A variantı olmalıdır. Və yaxud da başqa cürdə belə deyə bilərik ki, H bərabərdir V'nin kvadratı bölünsün 2J'dir. Baxın, 4H olanda 2V sürət deyirdik. Çünki 2V'nin kvadratı olur 4V kvadratı. Buradan da 4H deyirdik. Burada da 1V olduğu üçün hündürlükdə 1H-a bərabər olar. Ona görə də sualımızın doğru cavabı A variantıdır. 17-ci sualla davam edirik. Deyir ki, sürtünmələrin nəzərə alınmadığı sistemdə X və Y cisimləri şəkildəki nöqtələrdən sərbəst buraxılır. Cisimlər O nöqtəsində elastiki toqquşma edirsə, verilənlərdən hansıları doğru olar? İndi biz yaza bilərik V bərabərdir kök altında 2GH ilk növbədə və burada sürətin hündürlüyün kökü ilə düz mütənasib asılı olduğunu görürük. 16H burada, 2H isə buradadır. Yəni 16 dəfə fərqlənirsə, deməli sürətlər 4 dəfə fərqlənir. O zaman biz deyə bilərik ki, X cismi 4V sürəti ilə sağa doğru gedirsə, Y cismi hansı sürətlə V sürəti ilə sol tərəfə doğru gedir. Aha, indi burada biz impulsun saxlanma qanununu tətbiq etsək, baxın, 3M kütləli cismin sürəti sağa doğrudur. Ona görə də 3M vurulsun 4V olur. Yəni 12MV bunun sağa doğru impulsu var. Bunun isə sola doğru impulsu kütləsi 2M'dir, sürəti V'dir. 2MV olur. Əks istiqamətdə olduğu üçün toplam impuls bunların fərqinə, yəni 12MV-dən 2MV-ni çıxırıq, olur 10MV-yə. Başlanğıc impuls buna bərabərdir. İndi biz deyə bilərik ki, impulsun saxlanma qanununa əsasən toqquşmadan əvvəlki impuls nəyə bərabərdirsə, son impuls da ona bərabər olmalıdır. İndi birinci növbədə 3M kütləli cismin toqquşmadan sonraki sürətinə Vx ştrix desək, 2M kütləli Y cisminin də toqquşmadan sonraki impulsuna 2M Vy ştrix desək, bu impuls başlanğıc impulsa bərabər olmalıdır. Yəni 10 MV-yə bərabər olmalıdır. Buradan M-ləri apardığımız zaman geriyə qalır nə? 3 Vx ştrix üstəgəl 2 Vy ştrix bərabərdir 10 V-yə. Və bir də elastiki toqquşma zamanı sürətin qorunması düsturu var. Həmən düsturda bu şəkildə ifadə olunur. Vx üstəgəl Vx ştrix bərabərdir Vy üstəgəl Vy ştrix. Yəni, X-in toqquşmadan əvvəlki və sonraki sürətlərinin toplamı Y-nin toqquşmadan əvvəlki və sonraki sürətlərinin toplamına bərabərdir. İndi biz bunu biləndən sonra nə yaza bilərik? Tərəf-tərəfə toplasaq nəsə alınarmı?
3vx tərəf-tərəfə toplasaq, biz burada belə deyək də, Vx-in yerinə gəldin 4v-ni yazaq. Birinci növbədə demişdik ki, bu 4v sürəti ilə hərəkət edir. Bu da v sürəti ilə hərəkət edir. O zaman Vx-in yerinə 4v yazaq. 4v üstəgəl Vx ştrix bərabərdir. Vy-nin isə v-yə bərabər olduğunu demişdik. V üstəgəl Vy ştrix yaza bilərik. Və buradan Vy-ni tapsaq, Vy ştrix bərabərdir. Nəyə? Vx ştrix. Bu əks istiqamətdə olduğu üçün buna mənfi yaza bilərik və bərabərliyin digər tərəfindən keçirəndə olur müsbət. Yəni 4v ilə v toplanır. Olur müsbət 5. Bax, belə bir şey aldıq. İndi bizim yuxarıda yazdığımız tənlikdə 3vx ştrix üstəgəl 2vy ştrix bərabərdir 10v. Bax, bu tənlikdə vy-nin yerinə bunu yazacağım. Yazıram 3vx ştrix üstəgəl vy-nin yerinə yazdım 2 Vx ştrix üstəgəl 5. Bu da bərabərdir 10v'yə. İndi 3vx ştrix üstəgəl mötərizəni açıram. 2vx ştrix üstəgəl 10 bərabərdir 10v'yə. Düz yazdıqmı? Burada vx ştrix bərabərdir 5v olmalıdır. Burada da 5v yazsaq, burada da alınır 10v. 3vx ştrixin üzərinə 2vx ştrix gələndə 5vx ştrix bərabərdir. 10v'dən də 10v'ni çıxanda 0 alınır. Buradan da vx ştrixi tapsaq, vx ştrix bərabərdir nəyə? 0-a. Deməli, toqquşmadan sonra x cismi sürəti 0-a bərabərdir. Yəni, x cismi hərəkətsiz qalır. Ona görə birinci variantımız doğrudur. Buradan biz Vy ştrixi də tapa bilərik. Çünki baxırıq ki, Vy ştrix bərabərdir Vx ştrix üstəgəl 5v'dir. Vx ştrixi 0 tapdıq. 0-ın üzərinə 5v'ni gələndə olur 5v. İndi burada hündürlük h bərabərdir. V-nin kvadratı bölünsün 2j olduğu üçün, sürəti də 5v tapdığımız üçün 5-in kvadratı 25'dir. Yəni, toqquşma sonrasında y cismi həqiqətən də 25h hündürlüyünə qalxar. Üçüncü variantda deyir ki, toqquşma sonrasında x cismi ən çox 9h hündürlüyünə qalxar. Bu yanlışdır. Çünki toqquşma sonrasında x cisminin dayandığını dedik. X cismi dayanıbsa necə hündürlüyə qalxsın? Bu da təbii ki, doğru deyil. Ona görə də sualımızın doğru cavabı 1 və 2 olmalıdır. O da D variantında verilmişdir. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.